xeyir olsun. MHM 99 sınaq toplusundan, mövzu sınaq 9-dan davam edirik. Birinci sual. 2 modulun cəmi verilib. Görürsünüz, modulda 3x çıxılsın 6 plus modulda y çıxılsın 5 bərabərdir 0-a. Ümumiyyətlə, biz nə ilə nəyi toplayıb 0 ala bilərik? 0-dan belə deyək də moduldursa bu. Modulda ən kiçik 0 çıxır. Qalan 0-dan böyük ədəd çıxır da, moduldan mənfi çıxmır ki. Bizim 0 almağımız üçün bir dənə şansımız odur ki, bunlar 0 olsun. Yəni belə deyək də modullardır, kökaltılardır. Bunları toplayıb sonunda cavab 0 alırsa, biz onları ayrı-ayrılıqda 0-a bərabər götürürük. 3x çıx 6 bərabər 0, 3x bərabər 6-ya, x bərabər 6 bölü 3, 2. Eyni zamanda y çıx 5 ilə 0-a bərabər götürürük, y bərabərdir 5. X-dən y-in cəmini soruşur. 2 plus 5 cavab 7 A variantı. İkinci sualda uşaqlar, A-ya cüt, B-yə tək natural ədəd olarsa, deyir, hansının qiyməti cütdür? Gəlin A-ya 2 deyək. B-yə də 1 deyək. Götürə variantlarda yoxlayaq. Məsəl üçün, A variantında A plus B 2 plus 1 3 eləyir. Deməli, və plus da 3-ün kvadratı verilir. Yəni, o da eləcək elə 9. Yəni, tək ədəd alındı. Bizə cüt lazımdır. B-də 2 çıxılsın 1, alırıq 1. O da təkdir. C variantında 3 vurulsun 1 plus 2. Bu da 5 eləyir, təkdir. D variantında 2 vurulsun 1 plus 2-nin kvadratı. 2 plus 2 4 eləyir. 4-ün kvadratı 16 eləyir, cütdür. Yəni, doğru cavab variantı deyil. Y variantında qoyub yoxlasınız. Yenə də görəcəksiniz ki, 2 plus 1 3 eləyir. 3-ün kubu da 27 eləyir. O da təkdir. Bir dənə cüt olan D bəndidir. Uşaqlar, baxın, 3-cü sualda bizə deyir, sərbəst hədd ilə dərəcənin hasilini tapın. Öncə çoxhədlidir. Çoxhədlinin dərəcəsini necə tapırdıq? Çoxhədlinin dərəcəsini tapanda deyirdi ki, içəridəki bir həddirlərdən hansının dərəcəsi ən böyükdürsə, o olurdu bizim çoxhədlimizin dərəcəsi. Burada verilib 3a kvadrat plus 5x kubu B plus 7x y plus 4-ün kubu. Baxın, mən bunun dərəcəsini soruşsam 2-dir. 3-ə vurulanda olacaq 6. Burada dərəcə 6-dır. Bunun dərəcəsi 3-dür. 3-ə vurulanda olacaq 9. Bu 1-dir. 3-ə vurulanda olacaq 3. Vurma da onda üstlər toplanılır da. Bu dərəcə olur 12. Burada dərəcə 1-dir. Burada da dərəcə 1-dir. Bunu da 3-ə vurulanda olacaq 3, 3. Toplayacaq olacaq 6. Bu sərbəst həddi heç. Burada bizim baxırıq ki, bax, bu bir hədlidə dərəcə 6-dır. Bu bir hədlidə 12 oldu. Bu bir hədlinin dərəcəsi də 6 oldu. Ümumi bu çox hədli üçün dərəcə seçəndə içəridə ən böyük dərəcə 12 olduğu üçün olur çox hədlinin dərəcəsi 12. İndi sərbəst hədd deyəndə dəyişənlərə harada dəyişən görürüksə, ora 0 yazırıq da. Yəni, bizə sərbəst hədd lazımdır. Bax, bunlara A-ya 0 deyil, B-yə, X-a, Y-ə, bunlar hamısını 0 deyəndə itir. Yalnız sərbəst yanında dəyişən olmayan 4. 4-ün də üzərində kub var. 4-ün kubu da eləyir 64. Bu bizim sərbəst həddimizdir. Bu da bizim dərəcəmizdir. 12 dərəcə, 64 sərbəst hədd. Bizdən hansı istəyir? 64 vurulsun 12, 768 edəcək. Y variantı. Uşaqlar, 4-cü sual düz bucaqlı 3 bucaqdır. Düz bucaqlı 3 bucaq çəkək. Baxın, B bucağı deyir 90 dərəcədir. A, B, C. Nə deyir bizə? Deyir, AB 8 cm-dir. Sonra BH 4 cm-dir. Hündürlük. Görürsünüz, deyir, BH hündürlükdür. Baxın, BH 4 cm-dir. BC-nin uzunluğunu tapmağımızı istəyir. BC deyil, X. Digər rəngdən istifadə edib göstərmək istəyirəm. Baxın, buraya hündürlükdə, yəni 90-dırsa, bu da 90-dır da. İndi burada ABH 3 bucağına fikir verin. ABH 3 bucağına. Bu özü də düz bucaqlı 3 bucaqdır. İstəyirsiniz, o göynə olan 3 bucağı kəsim çıxardım çölə, daha rahat görək. Baxın, 90 harda da H-da. Elə bilin ki, bura H-dır. Bura olsun B, burada olsun A. Fərqi yoxdur. HB nə qədərdir? Baxın, HB nə qədərdir? Şəkildə 4. Sonra AB nə qədərdir? 8. Baxın, AB-yə 8 yazıb. AB yazılan yerə 8 yazaq. İndi qulaq asın, AH necə taparıq? X yazaq. Aha. Baxın, bura 4, bura 8. Hipotenuz 8-dir, katetlərdən biri 4-dür. Deməli, bu bucaq 30 dərəcəymiş ki, 30 dərəcənin qarşısında duran katet hipotenuzun yarısı olub. 30-dursa, digər dərəcəmiz 60 olmalıdır da, 180 dərəcəyə tamamlamaq üçün. 60 dərəcənin qarşısında duran katet, digər katetin kök 3 misli olur.
Digər katetimiz 4'dür. Bu da olacaq olan kök 3'ümüzü 4 kök 3. Deməli AH-ımız nə qədər imiş? 4 kök altında 3 imiş. Sonra davam edirik. Baxın, biz başqa hansı düsturu bilirik? Düz bucaqlı, üç bucaqda hündürlüklə bağlı. H kvadrat bərabər m vur n düsturunu bilirik. M haraydı? Buraydı. N haraydı? Buraydı yerdə. Baxın, bizdə m-ə 4 kök 3 verib. H-ın kvadratı bərabərdir. M olan yerdə 4 kök altında 3 yazılıb. H-ı da silirəm. H-ı tapmışam da. Baxın, hündürlük tapmışam deyəndə ki, özü vermişdi. 4'ün kvadratı bərabərdir. 4 kök altında 3 vurulsun n, yəni CH. CH da deyə bilərik, n də deyə bilərik. Nə istəyirsiniz? Deyək n. 4'ün kvadratı ilə 16. 16 bərabər 4 kök 3 vurulsun n. Bu 4'ləri ixtisar aparacağım. Bura qalacaq 4. H bərabər olacaq 4 bölünsün kök 3. İrasionaldan azad etmək üçün kök 3'ə vura bilərik. İstəsəz əgər vurun. Aşağıda 3 qalar, yuxarıda 4 kök altında 3 qalar. Necə istəyirsiniz? Və yaxud da 4 böl kök 3 yazın, fərqi yoxdur. Gətirin bura yazın. 4 bölünsün kök 3. Aha. İndi baxın, fikir verin. Artıq bizim katetlərimizdən biri var. 8. AB-miz 8. Hipotenuzumuzu tapdıq. Bu isə 4 kök altında 3'dür. Bura 4 böl kök 3'dür. Ümumi toplayacaq və növbəti kateti tapmaq bizim üçün artıq sadələşdirib Pifaqor teoremindən istifadə edəcəyik. Uşaqlar, ümumi Pifaqor teoremindən istifadə edəndə işimiz biraz uzun olacaq. Ondan sonra bu üç bucağa baxın. Bu üç bucağa baxaq da, baxın. Bu da düz bucaqlı üç bucaqdır. Katetlərə baxın, 90'dan çıxan katetlərə. Biri 4'dür, o birisi 4 böl kök 3'dür. Katetlərin kvadratları cəmi 4'ün kvadratı ilə 4 bölünsün kök altında 3'ün kvadratı bizə verəcək BC-də hipotenuz olur da 90 dərəcə ilə üstə durub. Bizə verəcək BC-nin kvadratı. 4'ün kvadratı 16 plus 4 4'üm 16, bu da 3 bərabər BC kvadratına. Bu idi 16'dan 3'də 16 bərabər BC kvadratına. Düzgün olmayan kəsrə çevirsək, neçə eləyəcək? 3'ü 16'ya vuracaq 48, üstü 16 gələcək. Eləcək 64. Alacaq 3'də 64 bərabər BC kvadratına. Onda BC nəyə bərabər olur? Onda BC bərabər olur kök altında 3'də 64'ə. Xırda yazıram ki, tam başa düşəsiniz. 3 kökdən çıxmır, qalır kök altında. 64'dən isə çıxır 8. Cavab variantlarında 8 böl kök 3. Baxın, belə bir cavab variantı yoxdursa, məxrəci irrasionallıqdan azad edin. 8 bölünsün kök altında 3'ü irrasionaldan azad etmək üçün kök altında 3'ə vururuq, yəni məxrəcin qoşmasına. Sürəti də. Aşağıda 3 qalır, yuxarıda 8 kök 3 qalır. Hazırdır. Cavab variantı B. 3 dənə düz xət bir-biri ilə cüt-cüt kəsişirsə, bu bir düz xət olsun, bu ikinci düz xət, bu da üçüncü düz xət. Gördünüz də cüt-cüt kəsişdi, yəni 2-2 kəsişdi. Baxın, mənə deyir ki, alınan uşaqların sayını tam uşaq başlanğıc olub, sonu olmayandı da. Bu 1, 2, 3, 4. Elə bir bu nöqtədə 4 şua alınır. Bu nöqtəyə baxın, 1, 2, 3, 4. Bu nöqtədə 4 şua alınır. Bu nöqtədə 1, 2, 3, 4. 4 şua alınır. Ümumi 3, 4'üm 12 cavab A bəndi. Baxaq 6-cı suala. 6-cı bu tip sualları mən alt-alta yazıram. 2 tam dövrdə 4 nə deməkdir? Yəni 4, 4, 4 bu şəkildə. 2 tam 0 təkrarlanmır, 4'lər təkrarlanır. Çıxaq bunları sürətə həll edirik. 0, 0, 0, 4, bu da 0. Nə alındı sürətdə? 0 tam onda 4. Məxrəcə baxaq indi. 1 tam 3, 3, 3, 3. Çıxılsın 1. 0, 3, 3, 3. Yəni, davam edir də sonsuz sayda. Bu 3, bu da 0 tam onda 3. Elə bilin ki, onda 4'ü bölürsüz onda 3'ə. Bölmə vurma olur. 10 yuxarı, 3 aşağı gedir. Cavab qalır 3'də 4. Bu da 1 tam 3'də 1 deməkdir. 1 tam 3'də 1 harısı var? Cavab variantıdır. A variantı. 1 tam dövrdə 3 kimi verir. Bizə bilirik ki, saf dövr onluq kəsirdik. Tam hissə qalır. Dövrdəki ədədlərin sayı qədər məxrəcə 9, sürəti dövrdəki ədədin özünü yazırıq. İxtisar gedəndə 1 tam 3'də 1 cavab A. Baxaq 7-ci məsələyə uşaqlar. Bərabər yanlı 3 bucaq deyir. Bərabər yanlı 3 bucağın yan tərəfləri bərabərdir. Oturacaq dayaq bucaqları bərabərdir. Yadınıza salaq deyə yazırım ha bunları.
həm də təpədən çəkilmiş, yəni buradan çəkilmiş hündürlükdən bölən median bərabərdir. İndi keçirik məsələnin şərtini oxumağa. Deyir, yan tərəfi 14-dür. Aha, 14 buradırsa, bu da 14-dür. Oturacağa çəkilmiş median 10-dur. Oturacağa median çəkmişəmsə, deməli mən həm tən bölən çəkmişəm, həm də hündürlüyü çəkmişəm. Çünki median tən bölən hündürlük təpədəyi bucaqdan çəkiləndə bir-birinə bərabər olur. Həmin medianı mənə 10 verir. Fikir verin, burada bu olsun BM medianı məsələn. Baxın, düz bucaqlı 3 bucaq görürsünüz də, SABM 3 bucağına baxın. Düz bucaqlı 3 bucaqdır. Yəni, ola bilsin ki, çətin başa düşənlər olar. Onun üçün ayrıca qırmızının üstə getmək istəyirəm. Baxın, indi necə eləyəcəyik? Pifaqor teoremi ilə 10-un kvadratı, 3 bucağın yan tərəfinə çəkilmiş hündürlüyü bizdən soruşur. Gəlin, tapaq görək, bu AM'dir, MC bir-birinə bərabərdir. Bunlar nə qədərdir? Pifaqor teoremi ilə taparıq. 10-un kvadratı plus AM'in kvadratı katetlərdir. Katetlərin kvadratları cəmi bərabər hipotenusun kvadratına, yəni 14-ün kvadratına. 14-ün kvadratı 196, 10-un kvadratı 100. 196-dan 100 çıxanda qalacaq 96. AM kvadratı 96-dır. Deməli, AM nəymiş? Kök altında 96 imiş. Bura kök altında 96-dırsa, uşaqlar, mediandır da, yarı bölünür. Bu da kök altında 96-dır. İndi fikir verin, göylə göstərəcəm sizə. Bizə soruşur ki, 3 bucağın yan tərəfinə çəkilmiş hündürlük neçə santimetr olar? İndi baxın, uşaqlar, biz nə tapdıq? AC tərəfin birliyi nə qədərdir? 2 vur kök altında 96-dır. Gəlin, baxın, bu yazdıqcan silirəm. Siz özünüz saxlaya-saxlaya baxarsınız da, konkret, yəni başa düşməkdən ötürü yaza-yaza baxın. Bizdə nə var? AC tərəfi var. Bir də ora çəkilmiş hündürlük var. Sahəni rahatlıqla tapa bilərəm də. S bərabər 3 bucaqda sahə 2-də 1. Hündürlük vurulsun hündürlüyün çəkildiyi tərəf. Hündürlüyün çəkildiyi tərəf arada AC tərəfidir. Yəni 2-də 1 vurulsun, hündürlüyümüz 10, çəkildiyi tərəf 2 kök altında 96-dır. 2 ilə 10 gedəcək, bu 5, elə 2-lər də gedə bilərdi, yəni 10 kök altında 96. Sahəmiz, baxın, budur, 10 kök altında 96-dır. İndi məndən soruşur, yan tərəfə çəkilmiş hündürlüyü tapaq. Eyni şeydir, heç bir fərqi yoxdur. Baxın, yan tərəfə tutaq ki, buradan yan tərəfə hündürlüyü bu şəkildə çəkəcəyik də. Bax, bu hündürlüyü bizdən soruşur. Yenə sahəmiz nə oldu? 10 kök altında 96 oldu. S bərabərdir 2-də 1. Hündürlük vurulsun çəkildiyi tərəf. Çəkildiyi tərəf nə qədərdir? 14. Sahənin yerinə yazırıq 10 kök altında 96. Sahəni tapdıq ki, 10 kök altında 96-dır. Buradan h-ı rahatçılıqla tapa bilərik. Baxın, 10 kök altında 96 bərabərdir 2-də 1. H vurulsun 14. H bərabər olacaq nəyə? İndi baxın, buradan neyə ixtisar aparaq da? Görə ixtisar gedənimiz var. 2 ilə 14 aparım, bura qalır 7. H bərabərdir 10 vurulsun. 96, 16 vur 6 deməkdir. 16-dan 4 çıxır, 6 qalır kök altında. Məxrəcdə 7. 10-u 4-ə vurduq 40. Kök altında 6 bölünsün 7. Bu da bizim hündürlüyümüz. Biraz uzun gedə bilər, amma düşünürəm ki, elə yolu budur da, yəni qısa yol, yəni olan qalan yolu budur. Ən birinci 10 verilmişdi, 14 verilmişdi. Buranı tapdıq kök altında 96. Sonra bildik ki, mediandır. Ümumilikdə 2 kök altında 96-dır və yan tərəfə çəkilən hündürlüyü soruşurdu. Sahələri tapdıq. Sahələr bərabərdir, onsuz da eynidir. 2-də 1 AH düsturu ilə hesabladıq. 8-ci sualda bilirik də, ortada bölmə olanda tam cəbri ifadələr mövzusundan bizə məlumdur ki, üstlər çıxılır. 2 üstündə 15 çıx 8 edir 7. Çıxılsın. 2 üstündə 6 çıx 4 edir 2. 2 üstü 7 128. 2 üstü 4-də 4 eləyir. Çıxanda 124. Cavab A bəndi. 9-cu sualda deyir ki, çoxluğun alt çoxluqlarının neçəsində M və F elementləri vardır. M, F elementləri vardır. O deməkdir ki, uşaqlar, elə bilin ki, bu M ilə F-i çıxsaq, buradan içdən yerdə element qalır. N qalır, K qalır və C qalır. 3 dənə element qalır da, C hərfi. Alt çoxluq sayı 2 üstü N-dir. Siz bu 3 dənə elementi götürün, 2 üstü 3, neçə 8.
Neçəsində alt çoxluqların neçəsində MF elementləri vardır. O deməkdir ki, bax hansılar vardır demir. Onu saxlayın yadınızda. Burada neçə dənə var? 8 dənə alt çoxluğu var. Bu 3 element varsa 8 alt çoxluğu var. Bunların da hamısının içində elə bir MF-ə bir dənə baxın da bir element kimi. Çünki MF bunların alt çoxluqlarının hamısının içərisində var. Dediyi neçə dənəsə olub çıxın, yerdə qalanı 2 üstü n-lə yerinə yazın. Cavab 8. 10-cu sualda x üstü 5 vurulsun y üstü 5-in cavabı mənfidir. Üstündə tək dərəcə olanda işarə müəyyən edə bilmirəm. Amma bilirəm ki, cavab mənfidirsə biri mənfi, biri müsbət imiş bunların. İkinci y üstü 3 vurulsun z üstündə 50-dən cavab mənfidir. Baxın, 50 cütdür. Deməli, bu həmişə cüt rəqəm olduğu üçün mənfini müsbət edəcək. Yəni, bu hər zaman müsbət alır. Onda biz müsbəti nəyə vursaq cavab mənfi eləyər? Mənfiyə. Deməli, y tək imiş. Y mənfiymiş, üzr istəyirəm. Y mənfiymiş, yəni mənfini 3 dəfə öz-özünə vuranda onsuz da mənfi olaraq qalacaq. Y mənfiymişsə, cavabın mənfi alınması üçün x müsbət imiş. Və sonda x-in kubu vurulsun z sıfırdan kiçikdir. X-i müsbət tapdıq. Müsbəti nəyə vursaq cavab mənfi eləyər? Mənfiyə. Z də mənfiymiş. Bizə lazımdır x, y, z sıralaması müsbət, mənfi, mənfi, cavab C-bəndi. Uyğun tərəfi paralel perpendikulyar olan bucaqlarla bağlıdır. Deməli, perpendikulyar da paralel də ya bərabər olurlar, ya da cəmləri 180 dərəcə olur. Burada 2/7 nisbətidirsə, deməli, onların cəmləri 180-dır. 2k-la 7k-nı toplayacaq, bərabər edəcək 180-da, 9k-mız 180-dir, k-mız 20, 2k deyəndə 2 vur 20, 40, 7k deyəndə 7 vurulsun 20, 140. Kiçik bucağın, yəni 40-ın 8-də 5 hissəsi, 40-ı 8-də 5-ə vururuq. 5-ə vurub 8-ə bölürük. 1, bu da 5. 5 5-im olacaq 25. C-bəndi. 12-ci sualda deyir, çox ədlini vuruqlara ayıraq. Baxın, uşaqlar. A kvadratı B çıxılsın AB. Birinci A kvadrat B çıx AB-dən, AB-ni çıxardırıq çölə. A kvadratı B-dən AB çıxıb, qalıb A. Çıxılsın. A, B kvadratından AB çıxıb, qalıb B. Çıxılsın. Arxası necə var yazıram. A plus B. Davam elədim. Misalı birbaşa köçürtmədim. Testə baxıb yazıram. Baxın, qarşıdayım mənfiyə görə. Mən bunu mötərizədə yazsam, olacaq belə. Açıq B, yəni mənfiyə görə açanda eynidir də. İndi burada hər ikisindən ortaq vuruq kimi çölə açıq B-ni çıxartsaq, nə qalar? Burada qalar AB, çıxılsın. Burada açıq B çıxıb, yerində qalıb 1. Və cavab olacaq açıq B, AB çıx 1, Y-bəndi. Xaricdən çəkilmiş çevirən radiusu bərabər tərəfli üç bucaqda A bölünsün kök altında 3-dür. Bizə radiusu 6 veribsə, yerinə 6 yazsaq, deməli tərəf olacaq 6 vur kök 3. Bizdən də perimetrin soruşur. Perimetr 3A-dır, yəni hər tərəf bərabərdir. 3 vurulsun 6 kök 3, 3 altım 18 kök altında 3 C-bəndi. Modulun içərisi mənfidirsə, deməli yerlər dəyişir. Birinci modula B çıxılsın C-dir. 14-cü suala baxıram. Fikir verin, C B-dən böyükdür. Deməli, B-dən çıxanda C cavab mənfi olacaq. Yadımıza saxlayırıq, davam edirəm. A çıx B. Görək modulun içi nə olacaq? Aha, B yenə də A-dan böyükdür. A-dan böyükdürsə B, deməli, bunun da cavabı mənfi olacaq. Çünki kiçikdən böyük çıxanda mənfi alınır da cavab. C plus A verilibdir. Baxaq. Zaten bunlar hamısı görürsünüz də sıfırdan böyükdür. Yazıb da sıfırdan böyükdür. A-da, B-də, C-də. Cəmləri müsbətdir də onsuz da. Bu mənfi aldıqlarımızın yerini dəyişirik. B çıx C-dirsə, C çıx B yazırıq. Plus. A çıx B-dirsə, B çıx A yazırıq. Plus. C plus A olduğu kimi qalır. Mənfi A ilə müsbət A gedir. Mənfi B ilə müsbət B gedir. Qalır 2C. Cavab Y. Uşaqlar, 15-ci sual eynilikdir deyir. Eynilik o deməkdir ki, yəni bərabərliyin sağı ilə solu bir-birinə bərabərdir də. Burada elə adi qayda ilə tənlikdə necə x tapırsınız? Burada da elə 6A kvadratı plus 3A, 7A
Soldan keçir sağa, çıx 7a olur. Müsbət idi, işarəsi dəyişir. X bərabərdir 6a kvadrat, çıx 4a plus 7'dir bu. Xəttim səliqəsizdir. Aha. Cavab oldu C bəndi. Uşaqlar, baxın, əçob nə idi? Əçobda biz deyirdik ki, ən kiçik ortaq bölünəni götürmək lazımdır da. N ilə 16-dan cavab 16 alınıbsa, deməli N 16-nın bölənləri imiş də. 1, 2, 4, 16-nın bölənləri yazaq. 8, bir də 16 olsa cavab 16 alınır. N-in ala biləcək qiymətlər sayı 5. 17-ci suala baxaq. 17-ci suala baxın uşaqlar. X bölü Y bölü Z 1 bölü 2 bölü 3 nisbətindədir. Yəni X-in yerinə yazacağıq 1K, Y-in yerinə yazacağıq 2K, Z-in yerinə yazacağıq 3K. Gətirib yerinə qoyanda K kvadrat plus 4K kvadrat plus 9K kvadrat bərabərdir 56-ya. Alacaq buradan 14K kvadrat 56-dır. 56 ilə 14 xısar gedir 4, K olur 2. K keçisi X 2'dir, Y 4'dür, Z də 6'dır. Bizdən Y soruşur, cavab 4. Keçək 18 nömrəli suala. 30% zərərlə mal satılır 56 manata. Bilirik ki, malın mayaq qiyməti 100% olur da, yəni qiymətimiz 100%. Bu mənə deyir ki, 30% zərərlə satıram. 30% zərərlə satıramsa, yəni 70%'imi satıram 56 manata. 40%'lə xeyirlə satsam, 40% xeyirliyinə 100'ün üstə 40 gəlirik, 140%. Neçə manata satılar? X. 70 vurulsun, X bərabərdir, 140 vurulsun 56. Xısar gedir 2, X də bərabərdir, 2 6 12, 2 5 10, 112 manata satılar. 40% xeyirlə neçə manata satılar? Hə, 112 manata. Desəydi neçə manat gəlir əldə? 12 manat əldə, 112 manat pul yəni alarda, yəni belə deyək 30% zərərlə, 40% xeyirlə yazdıq hamısını qaydayla, aldıq cavab 112. Baxaq 19-cu suala. 19-da bir hədrin əmsalı ilə dərəcəsinin hasilini soruşur. Əmsal deyəndə rəqəmləri götürürük də, yəni qiymətli hissələri. 3'ün kvadratı vurulsun, 4'də 3'ün kvadratı eləyəcək, 4 4'üm 16, 3 3'üm 9. 3 3'üm 9 vurulsun, 9 bölünsün 16. Yəni 81 bölünsün 16. Bu bizə əmsaldır. İndi mənə lazımdır dərəcə. Dərəcələrimiz A kvadrat, B kub, C və Y kvadratıdır. Hamısının üzərini toplayacağıq. 2 plus 3 5, burada 1 var, 6, bu da 2, 8. Mənə deyir, bunların hasilini tapın. 81 böl 16 vur 8, 1, bu da 2. 81'i böləcəyik 2'yə, 40 tam onda 5. 20-ci sualı belə əzbər də bilirik ki, qarşı bucaqların tən bölənləri arası, qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq 180 dərəcədir. Yazıb da göstərə bilərik ki, qarşılıqlı bucaqlar bərabərdir. Alfa, alfa. Tən bölənləri dedikdə, buradan bir tən bölən çəkirəm, buradan da bir tən bölən çəkirəm. Buraya betadır da, qonşusu betadır. Bura olur alfa bölü 2, bu da olur alfa bölü 2. Bu aradakı bucaq alfa bölü 2, alfa bölü 2. Bunlar ikisi bir alfanı verir. Bu da beta. Alfa ilə də betanın cəmi əvvəlcədən görürdük ki, qonşu bucaqlardır. 180 dərəcədir. Deməli, qarşılıqlı bucaqların tən bölənləri arasındakı bucaq 180 dərəcədir. 21-ci suala baxaq. İrrasional soruşur. İrrasional kök altından çıxmayan pi və y ədədlər. Belə yadımıza saxlayırdıq. Burada pi var. Kök altında pi irrasionaldır. Sonra 1 bölünsün kök altında 3 irrasionaldır. Başqa nə var? Kök altında 17 var. İrrasionaldır. Yəni neçəsi 3'ü. Baxın uşaqlar, belə olanda götürüb bunu uzun uzadı toplamamalısınız. Yəni bunun yolu var da. 15'i necə yaza bilərəm? 3 vurulsun 5. Bu da 5 plus. 35'i necə yazaram? 5 vur 7, 5. 63'ü necə yazaram? 7 vur 9, 5 və 99 necə yazaram? 9 vur 11, bu da 5. Bu tip sualları necə həll edirdik? İlk birinci kəsir 3'də 5, çıxılsın sonuncu kəsir 11'də 5. Vurulsun neçə artır? 2 2. 2'də 1. Məxrəc 2 2 artırsa 2'də 1. Həll eləyəcək, görəcək ki, deməli
11 vurulsun 5, 55. 3 5-imdə 15. 55-dən 15 çıxanda qalacaq 40. 2-də 1-ə də vuranda qısar gedəcək, qalacaq 33-də 20. 55, 15. Əgər səhv çıxmadımsa, bəli. 23-cü sualda deyir ki, Elçin bir gündə A plus 2 səhifə kitab oxuyur. A plus 2 səhifə kitab oxuyaraq A-2 günə qutarır. Baxın, bu qədər səhifəni bu qədər günə qutarırsa, bunları bir-birinə vuraq. Və deyir, gündə A-5 səhifə oxuyaraq A plus 8 günə bitirə bilər. Əgər A-5 səhifədən oxusa, A plus 8 günə bitirə bilər. Verilənlərə əsasən A-nı tapın. Uşaqlar, eynidir də bunlar. Yəni deyir, belə yazanda bu qədər günə bitirir. A-5 səhifə oxuyanda A plus 8 günə bitirir. Bərabər edib, oradan A-nı tapacaq. Vurub açacaq. A kvadrat çıx 2A plus 2A. Bu ilə olacaq A kvadrat çıxılsın 2-nin açılışı da. Mən vurub açdım. Çıxılsın 2, 2, 4. Yəni A kvadrat çıx 4 deməkdir bu. Bu da A kvadrat çıxılsın 25 deməkdir. Bunu mən öz xəttimi başa düşmədim. Bu 8-dir. Bunu vurub açacağıq. A kvadratı plus 8A çıx 5A çıxılsın 1, 8-im 40. Bu olacaq A kvadrat plus 3A çıx 40. Burada da A kvadratı çıxılsın 4 bərabərdir. A kvadratların bir tərəfə keçirdəcəyik. Görürsünüz, hamısı çıxmalı olacaq, silinəcək də. Yəni A kvadratı itəcək. Çıx 4, çıx 3A plus 40 bərabərdir 0. A kvadratlar getdi. Mənfi 4 plus 40 eləcək 36 bərabərdir. 3A keçdi ora 3A-ya. A bərabər olacaq neçəyə? İxtisar gedəndə 12-yə. A-nı tapdıq. Baxın uşaqlar, belə bir üçbucağı verilibdir. AC 5-dir, BC 6-dir. Sizdən AH bölünsün, BH-ı soruşur. Çox sadə bir yolla yazacaq. Bura M, bura N deyirdik. Baxın, belə bir düstur var idi bizdə. Düstur kitabında da var. Yəni qayda olaraq da bunu əzbəri bilirik. A-nın kvadratı bərabərdir. M vur, M plus N-ə. Dərs izahında da bu barədə danışmışam. B kvadratı bərabərdir. N vurulsun, M plus N-ə. Burada da həmin qayda ilə 5-in kvadratı, bu düsturları görə bilərsiniz düstur kitabında. 5-in kvadratı bərabərdir. Burada yazın. Beşin kvadratı bərabərdir. M vurulsun, M deyək də, yəni AH vurulsun. Qoy belə M deməyək, AH deyək. AH vurulsun nəyə? AB-yə. Bizə baxın uşaqlar. BC-ni 6 veribdir. Mən yazmamışam. BC 6-dır. 5-in kvadratı bərabər AH vurulsun AB-yə. 6-nın kvadratı bərabərdir. BH vurulsun AB-yə. Düsturu tətbiq edəndə görəcəksiniz ki, düz yazıram. 6-6 bölək. 6-6 böldük, nə oldu? AB-lər ixtisar getdi. Nə qaldı? AH bölünsün BH. Burada nə oldu? 5-in kvadratı 25, 6-nın kvadratı 36. 25 bölünsün 36 cavab. AH bölünsün BH. Asandır, yəni bir